Keçən dərsdə biz şəkillər haqqında danışırdıq və bugünkü dərsdə bu mövzunu davam edəcəyik. Amma əvvəlcə keçmiş dərsdə bir balaca təkrarlayaq və Word faylın içinə bir dənə şəkil yerləşdirək. Bunun üçün keçirik Vstavka, Insert tabına və İllüstrasiya bölməsindən Risunki əmrini seçirik. Açılan pəncərədə lazım olan qovluğu tapırıq və oradan lazım olan şəkili seçib Word proqramının içinə, Word faylın içinə yapışdırırıq. Burada bu parametri dəyişək. Keçən dərsdə demişdim, bu parametr olanda, yəni mətnin içində olan parametr olanda şəkili yerini dəyişmək olmur. Gərək bu 6 parametrdən birini seçəsiniz ki, mətni ora-bura sürüşdürə biləsiniz. Belə. Və bu şəklin bir dənə nüsxəsini də alaq. Ctrl-C, Ctrl-V. İndi başa salacağım nəyə görə 2 nüsxə lazımdır, müqayisə eləmək üçün. Bu bizim ikinci şəklimizdir. Biraz bunun ölçüsünü, ya burada sərhəd biraz böyüdü ki, yerləşsin birinci səhifəyə, belə. Və bu bizim iki eyni şəklimizdir. Və keçən dərsdə şəkilləri keçəndə mən dedim ki, bu şəkli kəsmək üçün seçirsiniz. Yəni, birinci şəkil öz yerində qalır, ikinci şəkli seçirik. Buradan abresk, yəni kəsmək komandasını seçirik, yenə də. Və bu markerlərin köməyi ilə bu şəkli biraz kəsirik. Deyək ki, yuxarıdan belə, böyürdən biraz belə və deyək ki, aşağıdan biraz. Biraz da aşağıdan kəsdik. Belə. Eləyək. Və yaddaşda saxlayırıq. Belə. Boş yerdə basırıq. Görürsünüz, bu şəklimiz belə oldu. Bu şəklimiz belə oldu. Bu isə görürsünüz, böyüdü. Göy hissəsi burada görürsünüz, azdır. İndi əgər nəsə xoşunuza gəlmirsə və bu komandanı dala qaytarmaq istəyirsinizsə, ən sadə variantı bu komandadır. Bir dəfə basırsınız, ikinci dəfə basırsınız, üçüncü dəfə, dördüncü dəfə və şəkil bərpa olunur. Görürsünüz, eyni şəkil oldu. Amma burada bir nüans var. Qaytaraq dəyişləri dala. Bir nüans var. Tutalım ki, bu dəyişikliyi yerinə yetirəndən sonra burada yaxud başqa yerdə nəsə bir mətn yığırsınız. Tutalım ki, yığdınız şəkil. Və burada bir dənə də fiqur yerləşdirdiniz. Deyək ki, 3 bucaq. Siz bundan sonra gəl bu komandaları bassaz, o əvvəlcə 3 bucağı ləğv eləyəcək, sonra şəkil sözünü ləğv eləyəcək, sonra isə bu şəkili bərpa eləyəcək. Amma siz istəyirsiniz ki, şəkil sözü də yerində qalsın, 3 bucaq fiqur da yerində qalsın və bu şəkil bərpa olunsun. Onda nə edirsiniz? Onda seçirsiniz bu şəkili, keçirsiniz format tabına və format tabından dəyişiklik bölməsindən Художественные effekti, yəni rəsm effektləri bölməsindən 3 bucağı basıb Zbros parametrov risunka и размера əmrini seçirsiniz. Yəni şəklin parametrləri və ölçülərini sıfırla. Basırsınız, görürsünüz. Ölçüyə fikir verməyiz. Söhbət şəklin özündən gedir. Görürsünüz.
bərpa olunub. Tam bərpa olunub. Oldu. İndi tutalım ki, siz yenə də bu abreska komandası seçirsiniz, yəni şəkli kəsirsiniz. Kəsdik. Belə. Tutalım ki, belə. Və belə yerləşdiririz. Tutalım ki, belə olsun. Yerləşdiririz. Belə yerləşdiririz. Bu şəkildə. Bu biraz balacalaşdıraq. Ölçüsünü belə eləyək. Aşağı getsin. Və indi istəyirsiniz ki, bərpa eləyəndə şəkil bu formasını almasın. Nəyə görə bərpa eləyəndə şəkil birinci variantını alır. Çünki Word proqramı bütün dəyişiklikləri yadında saxlayır və bu hissəni o silmir. Yaddaşında saxlayır, amma silmir. Sadəcə olaraq gizlədir. Ona görə biz onu görmürük. Və bərpa eləyəndə o köhnə variantı bərpa eləyir. Əgər istəmirik ki, bərpa eləyəndə belə bir variant alınsın, onda şəkli seçəndən sonra yenə də dəyişikliklər bölməsində korreksiya komandasında bu düyməni basırıq. Yəni şəkilləri sıx. Belə bir pəncərə çıxır. Pəncərədə soruşur sistem. Bu sıxlığı yalnız bu şəkilə təsir edəcək və seçilən sahələri ləğv eləyirəm. Quşlar avtomatik durur. İstəməsəz yığışdıra bilərsiniz. Sonra burada şəklin keyfiyyətindən məlumat verir və deyir ki, bu 5 variantından birini seçə bilərsiniz. Hal-hazırda biz yalnız 2 variant seçə bilərik. Çünki bunlar görürsünüz, boz rəngində də işləməyəcək. Avtomatik olaraq yəni susmaya görə bu variant seçilir. Elə onu da saxlayaq. Basırıq OK. İndi gəliriz bu şəkli bərpa eləyək. Artıq axırıncı variant budur. Bu deyil. Seçdik. Format. Görürsünüz. Düzdür, ölçüsü biraz balacalaşdı. Amma ki, fikir verir, bu variant deyil. Görürsünüz, burada göy belədir. Burada göy isə çox böyükdür. Və burada fikir verirsiniz. Bu çıxıntılar belədir. Burada isə lap qıraqdadır. Yəni, artıq axırıncı variant bərpa eləmək üçün bu variantdır. Yəni, bu şəkil deyil. Bu şəkildir. Gəlizində bu şəkillər belə daha bu bizə lazım deyil. Bu şəkillə üç bucağı da ləğv eləyək. Bunlar da bizə lazım deyil. Gəliz bu şəklin biraz ölçülərini böyüdüm. Belə eləyək. Belə çəkək. İndi tutalım ki, bu şəkildə biz yalnız bu hissəni saxlamaq istəyirik. Bu mərkəzdə olan bu hissəni saxlamaq istəyirik. Bu hissələri və bu göyü yığışdırmaq istəyirik. Nə edirik onda? Seçirik şəkli, keçirik format tabına və buradan udalit fon, yəni fonu ləğv elə əmrini seçirik. Və fikir verirsiniz, sistem avtomatik sizə ləğv edəcəyi fonu göstərir. Həmin fon yasəmən rəngindədir. Gəliz, dəyişikləri yadda saxlayaq. Bax, fikir verirsiniz, fonu ləğv eləyən komandası seçən kimi belə 5 dənə komanda çıxır. Gəliz, yaddaşda saxlayaq dəyişikləri, görək nə olur. Ya da boş yerdə basa bilərsiniz, fərqi yoxdur. Fikir verirsiniz, səmanı ləğv elədi, amma görürsünüz, böyürlərdə bu şəkil qaldı, bu şəkil qaldı, kölgə qaldı. Amma bizə lazımdır yalnız bu hissə qalsın.
Ona görə komandanı ləğv edirik və biri də seçirik. Bu markerləri görürsünüz. 8 dənə marker var. Markerlərin köməyi ilə sistemin seçdiyi fonu dəyişə bilərik. Gəliz bu markeri bir balaca aşağı çəkək. Belə. Amma fikir verək ki, bu şəkil silinməsin. Qıraqdan sağ tərəfdən biraz çəkirik. Bura qədər. Sol tərəfdən çəkə bilərik. Təxminən bu qədər. Görürsünüz, biraz burada silindi. Ona görə bir balaca dalı çəkirik. Ki bərpa olsun. Və belə. Bundan sonra biz belə saxlasaq, onda bu hissələr hamısı gedəcək, amma bura qalacaq. Bunu necə silmək olar? Yəni bu, belə deyək, dağı və bu kölgəni. Burada seçirik bu əmri. Pametit oblasti для удаления. Yəni, ləğv olmaq üçün sahələri seçmək üçün əmrdir. Bu, saxlamaq üçündür sahələri. Bu, ləğv etmək üçündür. Basırıq. Və fikir verdiğinde işarəyə mən ox işarəsidir, görürsünüz, muşqanın kursoru. Bu, dörd bucağın içində girən kimi, daxil olan kimi fikir verirsiniz, qələm şəkillər əmələ gəlir. Yaxınlaşdırırıq bu hissəyə, bir dənə xətt çəkirik, belə. Yəni, axıra qədər belə çəkirik. Gördünüz, həmin dağ işarəsi yasəmən rəngində. Bu o deməkdir ki, artıq dəyişiklikləri yadda saxlamaq olar və bizdə bu şəkil qalacaq yaddaşda. Bastıq, görürsünüz, artıq fonu ləğv elədik və bu şəkili həmin fondan dartıb çıxarda bildik. Gəlin bu şəkildə ləğv eləyək və növbət şəkli proqrama daxil edək. Yenə də gedirik Vstavka Insert tabına, şəkil komandasına, risunki və buradan bu şəkili daxil edirik. Belə bir şəkildir. Yenə də istənilən bir parametr götürürük, şəkli darta bilək lazım olan yerə və burada şəklin kəskinliyini, parlaqlığını, kontrastını və doyma cərəsini və çalarlarını dəyişəcəyik. Seçirik şəkli və dəyişiklik bölməsindən və bu üç əmri icra edəcəyik. Birinci korreksiyadır, yəni düzəliş. Basırıq bura və burada cürbəcür, birinci variantda burada bu kəskinliyi dəyişmək üçün istifadə olunur pəncərələr. Birinci pəncərə kəskinliyi 50% aşağı salır. İkinci pəncərə 25%. Bu 0%, yəni öz şəkilli olur. Bu 25% artırır kəskinliyi. Bu isə 50% artırır. Yəni istənilən burada şəkli seçə bilərsiniz və kəskinliyi dəyişə bilərsiniz. Avtomatik. Bu pəncərədə isə görürsünüz şəkillərin sayı çoxdur. Burada parlaqlıqla kontrastı dəyişə bilərsiniz. Burada fikir verirsiniz birinci şəkilə. Yazır ki, parlaqlıq 40% azalacaq. Kontrast da 40%. Burada parlaqlıq 20% azalır. Kontrast isə qalır 40%. Burada parlaqlıq qalır, amma kontrast azalır 40%. Və belə. İstənilən variantı seçə bilərsiniz. Əgər avtomat şablonlar sizi qane eləmirsə, keçirsiniz bu əmrə, parametr korreksiya risunka, yəni şəklin korreksiya parametrlərini basırsınız, belə bir pəncərə açılır. Şəklin formatı. Burada kəskinliyi dəyişə bilərsiniz, parlaqlığı dəyişə bilərsiniz, kontrastı dəyişə bilərsiniz və bu şəkildə görürsünüz ki, dəyişikliklər necə alınır. Əgər xoşunuza gəlmirsə, burada temperaturu da bilə bilərsiniz. Sonra
doyma dərəcəsində artırıb azalda bilərsiniz. Ya bu işarə ilə, yaxud bu üç bucaqlarla. Əgər dəyişikliklər xoşunuza gəlmirsə, fikirləşirsiniz ki, yox, şəkil pis alındı, onda zbros düyməsini basırsınız və bütün dəyişikliklər sıfırlanır. Və bastım, görürsünüz, dəyişikliklər sıfırlanır. Rəngi dəyişmək üçün buradan istifadə edirsiniz bu əmrdən. Görürsünüz, burada da rənglər, cürbəcür rənglərdir. Bu dolğunluğu göstərir. Bu çalarları göstərir. Bu bölmə isə şəkilə başqa rəng verməyə imkan verir. Fikir verirsiniz, rəngli şəkli biz ağ-qara eləyə bilərik. Belə, yaxud belə, yaxud belə. Cürbəcür babı rənglər vermək olar. Görürsünüz. Yenə də xoşunuza gəlmirsə, keçirsiniz bura, yenə də bir pəncərə açılır və burada dəyişiklik verirsiniz. Xoşunuza gəlmədi, sıfırlayırsınız. Və üçüncü əmr hudojственный effekti, yəni rəsm effektləri. Eyni üsulla burada seçirsiniz, nə istəyirsiniz, hansı variantı istəyirsiniz, seçirsiniz. Və indi belə variantı elə bil ki, özünüz çəkibsiniz əllə bu şəkili. Yenə də xoşunuza gəlmir, şablonlar, keçirsiniz parametrlərə və burada cürbəcür parametrlər var. Hansı parametr istəyirsiniz, qoyursunuz. Xoşunuza gəldi, saxlayırsınız. Xoşunuza gəlmədi, sıfırlayırsınız. Gəlib bu şəkillə ləğv eləyək. Və bizdə artıq burada 3 obyekt qalıb. Smart Art, diaqramma və mətn bölməsində Word Art obyektləri qalıb. Bu obyektləri gələn dərsdə öyrənəcəyik. Bugünə bu qədər. Təşəkkürlər.